Bugün sizə təqdim edəcəyimiz maraqlı bir ifa Afil Bəxtiyarla olacaq. Afil Bəxtiyarın mən niyə bu şəkildə diqqət önünə çəkirəm? Çünki o bir sənət ocağındandır, Famil kişinin ocağından, Laçın elindən Ustad Aşıq kimi tanıdığımız və bugün də qucaq dolusu salamlar göndərdiyimiz Famil kişi həqiqətən Laçın elinə, Laçın aşıqlığına layiq bir sənətkardır. Bütövlükdə Azərbaycan aşıqlığının da ən sevimli, maraqlı səsi, nəfəsi olan bir aşıqdır və özündən sonra da maraqlı ifaçılar ortaya gətirib və bu ifaçıların bir qismi də onun öz ailəsindən çıxıb. Həm çevrəsində çoxlu aşıqlar var, həm də birbaşa ailəsindən, məsələn, Afil Bəxtiyar indi görəcəksiniz ifasını, onun qardaşı Amil Bəxtiyar. Mən zaman-zaman verilişlərimə onları dəvət eləmişəm, gəlib dastanlar da danışıblar. Bunun da səbəbi Famil kişidir. Famil kişinin ocağı, yandırdığı sənət ocağı bu cavanları, belə deyək ki, qol qanada gətirib və onları sənət meydanında görürük. Düşünürəm ki, vaxtı ilə tələbəm olan Afil Bəxtiyar bugün Qarabağda, Ağdamda, musiqi məktəbində, daha doğrusu texnikumda çox yaxşı bir müəllim kimi çalışır, onun fəaliyyəti hamının tərəfindən təqdir olunur və düşünürəm ki, onun davamçıları olduqca çox olacaq. Çünki Afilin barmaqları da gözəldir, səsindəki çalarlar da, yəni sənətin incəliklərini bilən bir ifaçıdır. O səbəbdən onun atasına can sağlığı arzulayıram və inşallah qolu, qanadı təkcə Afillə yox, nəvələr, nəticələrlə də davam eləsin. Zaman içərisində bu sənət ocağını, bu nəsil ocağının da adını həmişə Famil kişi ilə, yəni bu Bəxtiyar ocağından bağlı diqqətimizdə saxlayaq. Meydanı isə Afilə veririk və Afilə güvənirik. Hər vaxtınız xeyir olsun, dəyərli Məhərrəm müəllim. Mən də hər birinizi salamlayıram. Dəvətiniz üçün çox sağ olun, var olun. Mən ustadımız, bütün ustadlarımızın adından və eləcə də atam Aşıq Familin adından sizə təşəkkür edirəm. Ailəmizə, bizə, soyadımıza verdiyiniz dəyər üçün çox sağ olun, var olun. Bir azadlıq eğitisindən başlayaq ay balabancı. Biraz vaxtsız yaxalanmışam, inşallah yaxşı olar. Sözlər İlyas Laçından da Allah rəhmət eləsin. Çox güvənmə al yanağa, açan güllər solasıdır. Bu dünyanın adətidir, verdiyini alasıdır. Leyli, Məcnun, Əslihanı, köçənlərin yoxdur sanı. Fərəh bir gün şirin canı kəməndinə sarasıdır.
deyər düşdüm xəstə, gümanım yox heç bir kəsdə. Qoy başını sinəm üstə dünya kimə qalasıdır. Ay balabancı, bir Turazi havası da oxuyaq. Sözlər Sadiq Ağamalıdan. Çağırıram uzaqlardan haray dağlar, haray dağlar. Saçlarıma yağar oldu qaray dağlar, qaray dağlar. Yanar Sadiq Ağamalı, qəlbində eşqim məlalı. Ağ sinənin qara xalı kimə qaldı görək dağlar. Bizim böyük ustadımız Məhərrəm müəllim, Umbay müəllim deyib ki, Allah şahiddir ki, biz Axundovlar doğulanda elə saz üstə, şeir üstə doğuluruq. Allah da bunu bizə nəsib edib. Allah da şahiddir ki, elə mən də doğulanda saz ruhunda böyümüşəm. Allah bəzilərinə səsinə verir, bəzilərinə nə bilim şeirlə verir. Bizə də biraz bu parmağı nəsib eləyir. Elə istəyirəm bir ruhani havası ilə məclisimizi davam elətdirək.
qaçdı gədikdən. Mənim də gəncliyim belində getdi. Şeirlər yazardı yəhər qaşında, dəftəri, qələmi əlində getdi. Yollarım yoxuşdu, ömrümsə gödək. Qozanaq qaldırdı üzümə külə. İlk məhəbbətim də bənövşələr, təhvir dağlar qızının telində getdi. Yaralı qəlbimdən qan sıza-sıza, qanımdan qan verdim neçə qansıza. Min bir nəğmə qoşdum gəlinə, qıza, axır qız da getdi, gəlin də getdi. Alnıma düşsə də həsrətinizi, qaralmaz qəlbimdə ocağı, közü. Baxma Kürd oğlunun bar verdi sözü, gör neçə diləyi dilində getdi. Allah rəhmət eləsin böyük şair Hüseyn Kürdoğluya. Ay balabancı, sazı köhləmişəm bir şəqai gərayliyə. Burada da oxuyacağımız sözlər sazın qeyrətkeşi, sözün qeyrətkeşi Şərif Ağayardandır. Eşq olsun böyük üstadımıza. baxan dilbər, halımı haldan eylərsən. Möminəm dindən imandan, yolçuyam yoldan eylərsən. Ayırma qaşın tağını, yıxma könlüm nöyrağını,
Ayna yüzün müştağını bir qoşa xaldan eylərsən. Ağamsan yeti fərmanım, sana qurban olsun canım, bitirərsən imtihanım, sorğu sualdan eylərsən. Var oldu. Ay balabancı, gələsən bunu da bir Cəlil havası ilə oxuyaq, Dədə Ələsgərin sözləri ilə. İnşallah bizi Göyçiyə aparar.
Səni mən